Məhəbbət iksiri 3-cü bölmə 1-ci fəsil Kamil tərbiyəçinin əhəmiyyəti Mərhum Ayətullah Mirzə Əli Qazidən nəql olunur ki, o belə buyururmuş: Bu yolda lazım olan şeylərin ən əhəmiyyətlisi tam mənada agah olan, həva-i nəfsin hakimiyyətindən çıxan və kamil insan olan bir ustaddır. Belə ki, hər kəs Allaha yetişmək yollarını axtarsa və bu yolda ustad tapmaq üçün hətta ömrünün yarısını belə sərf edib ustad tapsa, yenə də dəyərlidir. Hər kəs ustadı tapsa, lazım olan yolun yarısını getmişdir. Şeyxin öz şagirdlərinə elədiyi tövsiyələrini araşdırdıqda məlum olur ki, o nəfslə mübarizə nəticəsində ixlas və qeybi yardımlar səbəbilə elə bir mənəvi kamal məqamına çatmışdı ki, ruhi dərdləri və başqalarının həyatında baş verən müşkül və kör nöqtələri ayırd eləyir və münasib nüsxələrlə onu müalicə eləyə bilirdi. Bu həqiqət şeyxlə tanışlığı olan hər bir şəxsə gün kimi aydındır. Günah və həyat müsibətləri İslam nəzərindən insanın yaramaz və nalayiq əməlləri onun giriftarsılığa və müsibətlərə düçar olmasında əsaslı rol oynayır. Qurani Kərim aşkar şəkildə belə buyurur: Sizə çatan müsibətlər öz əməllərinizin nəticəsidir. İmam Əli əleyhissalam bu ayənin təfsirində belə buyurur: Günahlardan uzaq olun, çünki bütün bəlalar, ruzinin çatışmamazlığı günah vasitəsilədir. Hətta bədəndə baş verən cızılmalar, yerə yıxılmaq və müsibət görmək də. Çünki Allah Teala belə buyurur: Sizə çatan hər bir müsibət sizin öz əllərinizlə gördüyünüz işlərin nəticəsidir. Əgər insan doğrudan da öz çirkin əməllərinin təkcə axirətdə onu əzab-əziyyətə salmasına deyil, həm də dünya həyatında müxtəlif çətinliklərə düçar eləməsinin səbəb olmasına inansa, heç vaxt çirkin işlərə əl atmaz, ona yaxın da düşməz. Bu inanc nə qədər qüvvətlənsə, salih insanların tərbiyəsi üçün lazım olan şərait bir o qədər artacaq. Cənab Şeyx ilahi bəsirət və bərzəx gözləri sayəsində insanın yaramaz əməlləri ilə onun düşdüyü çətinliklər arasında əlaqəni görür və onu bəyan eləməklə cəmaatın müsibətlərinin aradan qalxmasını və çətinliklərinin həll olmasına kömək eləyirdi. Onların ruhi cəhətdən saflaşdırılmasında bu yoldan istifadə eləyərək onları insani kamallara doğru hidayət eləyirdi. Hətta sizə belə nisiyə verilir. Şeyxin övladlarından biri deyir, bir gün mərhum Mürşid Celuyi məruf şeyxin huzuruna gələndə qazancının azalmasından gileylənib dedi: Qardaş, bu nə vəziyyətdir ki, biz buna düçar olmuşuq? Əvvəllər vəziyyətimiz çox yaxşı idi. Gündə 3-4 qazan pulov bişirib satırdıq. Müştərilərimiz olduqca çox idi. Amma vəziyyət birdən-birə dəyişdi. Müştərilər azalmağa başladı. Gündəlik bir qazan bişiririk, onu da heç sata bilmirik. Şeyx biraz fikirləşib dedi: Öz təqsirindir ki, müştəriləri qapıdan qaytarırsan. Mürşid dedi: Mən bir kəsi qaytarmamışam. Hətta uşaqları belə qəbul eləyib və onlara kababın yarısını verirəm. Şeyx buyurdu: O seyyid kim idi ki, 3 gün nisyə xörək yedikdən sonra axırıncı dəfə itələyib dükandan çölə saldın? Mürşid vahiməli halda şeyxin yanından çıxdı və qaça-qaça o seyyidi axtarmağa başladı. Tapdıqdan sonra üzrxahlıq elədi. Daha sonra dükanın qabağından bir tablo asıb üzərində belə yazdı: Nisyə verilir. İmkanımızın daxilində əl borcu da verilir. Uşağı incitmək. Şeyxin məşhur şagirdlərindən biri deyir ki, 2 yaşlı oğlum evi buladığına görə anası onu möhkəm döydü. Az qaldı ki, nəfəsi kəsilsin. Bir saatdan sonra həyat yoldaşım şiddətli qızdırmaya düçar oldu. Həkimə müraciət elədik. O günün ağır iqtisadi şəraitində 60 tümənli dava-dərman yazdı. Lakin qızdırması kəsilmədi. Üstəlik yenə də şiddətləndi. Yenidən həkimə müraciət elədi, bu dəfə 40 tümənli dava-dərman yazdı. Bu qədər pulu ödəmək o zaman bizim üçün çox ağır idi. Gecə şeyxi maşına mindirdim ki, onun məclisinə gedək. Həyat yoldaşım da maşında idi. Cənab Şeyx mindikdən sonra həyat yoldaşıma işarə eləyib dedim: Uşaqlarımın anasıdır, qızdırması var. Həkimə apardıq, qızdırması kəsilmədi. Şeyx dərin bir baxışla nəzər salıb həyat yoldaşıma xitabən buyurdu: Uşağı ki ozur vurmazlar. Tövbə elə, uşağın qəlbini ələ al. Onun üçün dükandan bir şey al, yaxşı olacaq. Biz özür elədik və xanımın qızdırması dərhal kəsildi. Həyat yoldaşını incitmək. O yenə belə nəql eləyir:
Bir gün şeyxlə birlikdə cənab Radmanişinin mənzilində idik. Mən ona dedim: "Atam təqribən 1352-ci Hicri qəməli ilində, miladi təqvimlə 1933-cü ildə dünyadan getmişdir. Onların vəziyyətinin necə olmasını bilmək istəyirəm." Şeyx buyurdu: "Bir Fatihə surəsi oxu." Bir qədər diqqət elədikdən sonra dayandı və dedi: "Qoymurlar bura gəlsin. Arvadının əlində giriftardır." Dedim: "Mümkünsə onun həyat yoldaşı ilə söhbət eləyin." Buyurdu: "Ögey anan gəldi. O kənd əhlindən idi və atam onunla evləndikdən sonra bir neçə arvad da almışdı. Buna görə də ömrünün axırına qədər atamla dava-dalaşda idi. Atam qapıdan girəndə o qapıdan çıxırdı. O Axund Mirzə Caninin övladlarından olan Axund Molla Məhəmməd Baqir idi. Qəzvinin məşhur mübarizlərindən və təqvalı alimlərindən biri sayılırdı ki, 1290-cı Hicri qəməri ilində anadan olmuşdu. O da Kifayə kitabının müəllifi Axund Xorasaninin, Hacı Şeyx Molla Xorasaninin və Hacı Məhəmməd Hadi Tehraninin tələbələrindən idi. Şeyxə dedim: "Ondan soruşun ki, nə eləməliyəm? Atamdan razı olsun." Şeyx buyurdu: "Bir neçə az doyursun." Dedim: "Neçə nəfəri?" Dedi: 100 nəfəri. Dedim: "Bu qədər gücüm çatmaz." Nəhayət 40 nəfər azı doyuzdurduqda razılaşdı. Bunu qəbul elədikdən sonra şeyx dedi: "Atanın səsi ucaldı." O qadın ondan razı olduqdan sonra atanı azad elədilər. O deyir: "Oğluma de ki, nə üçün 2 arvad alıb? Gör başıma nə bəlalar gətirmişəm. Ona de ki, diqqətli olsun. Arvadların arasında ədalətlə rəftar eləsin." Şeyxin dostlarından biri deyir: "Soruşdum ki, bərzəxdə atamın vəziyyəti necədir?" Buyurdu: "O sənin ananın əlində giriftardır." Gördüm ki, düz buyurur. Atam ikinci arvad almışdı. Buna görə də anam ondan narazı idi. Gedib anamı razı saldım. Şeyxin huzuruna getdiyim başqa bir səfərdə məni görən kimi buyurdu: "Nə qədər yaxşı işdir ki, insan 2 nəfərin arasında barışıq yaratsın. Artıq atan rahatlıqdadır." Əri incitmək. Şeyxin şagirdlərindən biri belə nəql eləyir: Bir qadının əri seyyid idi və şeyxin dostlarından sayılırdı. O ərinə çox əzab əziyyət verirdi. Bir müddətdən sonra vəfat elədi. Onun dəfn mərasimində şeyx də iştirak eləyirdi. Sonra buyurdu: "Bu qadının ruhu yersiz mübahisə eləyir." Deyir: "Yaxşı, indi ki öldüm, necə oldu?" Onu dəfn eləmək istədikdə əməlləri yırtıcı qara bir it sifətinə düşdü. İtin onunla dəfn olunacağını başa düşdükdə anladı ki, necə böyük bəlalar onun yolu üzərindədir. Buna görə də çox ağlayıb yalvarmağa və nərə çəkməyə başladı. Çox narahat olduğumu gördükdə Seyyiddən xahiş elədim ki, arvadını halal eləsin. O da mənim xatirimə halal elədi. İt yox oldu, sonra onu dəfn elədilər. Bacının narazılığı. Şeyxin övladlarından biri deyir: Bir mühəndis ev tikib satmaqla məşğul olurdu və o vaxta qədər 100 bina tikmişdi. Lakin borclu olduğuna görə iqtisadi vəziyyəti ağır idi. Məhkəmə onun müflisləşməsinə dair hökm çıxarmışdı. O atamın evinə gəlib dedi ki, evə gedə bilmirəm. Özümü gizlədirəm ki, bir kəs məni görməsin. Şeyx diqqətlə baxıb buyurdu: Get, bacını özündən razı sal. Mühəndis dedi: Bacım məndən razıdır. Şeyx buyurdu: Xeyr. Mühəndis bir qədər fikirləşib dedi: Düzdür, atam dünyadan getdikdə onun irsi bizə çatdı. Bacımın payı 1500 tüməndən ibarət idi. İndi yadıma düşdü ki, bu miqdarı ona verməmişəm. Gedib gəldikdən sonra dedi: Bacıma 5000 tümən verib onu razı saldım. Atan deyir ki, hələ də razı olmamışdır. Bacının evi vardırmı? Mühəndis dedi: Xeyr, kirayədə qalırlar. Şeyx dedi: Get, indiyənə qədər tikdiyin evlərin ən yaxşısını onun adına keçir və ver. Sonra gəl görək nə eləyə bilirik. Mühəndis dedi: Şeyx, biz 2 nəfər şərikik. Bu işi təklikdə necə eləyə bilərəm? Şeyx dedi: Bundan başqa bir şey fikrimə gəlmir. Çünki Allahın bu bəndəsi hələ də razı olmayıbdır. Sonra o şəxs getdi və evlərdən birinin bacısının adına keçirtdi. Mənzil avadanlıqlarını orada qoyub qayıtdı. Şeyx dedi: İndi işlər düzəldi. O günün sabahı onun tikdiyi evlərdən 3-ü satışa getdi və iqtisadi cəhətinlikləri aradan qalxdı. Bacıya qarşı etinasızlıq. Bazar tacirlərindən biri müflisləşmişdi. Dostu ilə birlikdə dərdləşərək özünün pərişan vəziyyətindən nalə eləyirdi. Bu zaman şeyx onun dükanının qabağından keçirdi. Dostu ona dedi: Öz çətinliyini bu kişiyə de. Tacir dedi: Axı onu tanımıram. Nəhayət çox isrardan sonra dostu şeyxin yanına gedib salam verdikdən sonra deyir: Mənim qarşıma bir çətinlik çıxıb. Sizinlə danışmaq istəyirəm.
Tacir bu barədə məlumat verdikdən sonra şeyx başını aşağı salıb deyir: "Sən çox rəhimsiz adamsan. 4 aydır ki, bacının əri dünyadan gedib, sən isə bacını və onun uşaqlarını arayıb axtarmamısan. Sənin giriftarçılığın bu işdən ötrüdür." Tacir dedi: "Axı ixtilafımız var." Şeyx dedi: "Sənin bu müşkülünün kökü ordadır. İndi özün bilərsən." Tacir öz dostunun yanına qayıdır və baş verən hadisəni danışır. Sonra bir qədər mənzil avadanlığı alıb bacısının yanına gedir. Barışdıqdan sonra onun bütün çətinlikləri düzəlir. Ananın narazılığı. İçərisində bir cavan olmaqla bir neçə nəfərin edam olunması haqqında hökm çıxarılmışdı. O cavanın yaxın adamları şeyxin yanına gəlib ondan iltimas eləyirdilər ki, bu barədə çıxış yolu buyursun. Şeyx deyir, o anası tərəfdən giriftar olmuşdur. Anasının yanına gəlirlər, o deyir, nə qədər dua eləyirəmsə təsiri yoxdur. Deyirlər, cənab şeyx buyurdu ki, siz ondan narazısınız. Anası deyir, oğlum təzə evlənmişdi. Bir gün yemək yeyəndən sonra süfrəni yığıb qabları bir siniyə qoydum və gəlinə verdim ki, mətbəxə aparsın. Oğlum sinini onun əlindən alıb dedi, sizin üçün kəniz almamışam. Axırda anası razılıq verdi və övladının bu işdən qurtarması üçün dua elədi. Sonrakı gün elan elədilər ki, onu edama məhkum eləyərkən səhvə yol verilmişdir. O cavan azad edildi. Bibinin qəlbinin sınması. Şeyxin dostlarından biri nəql eləyirmiş ki, onun atası ağır xəstəliyə düçar olmuşdu. Nə qədər dava dərman işlətdilərsə, faydası olmadı. Axırda şeyxə dedim ki, atam xəstələnmişdir. 1 ildir ki, xəstəlik yatağında yatır. Şeyx dedi, bibim var. Dedim, bəli. Buyurdu, o bibinin ucmatından giriftar olub. Əgər bibin dua eləsə, atan sağalar. Bibimdən xahiş elədim ki, atamı dua eləsin. O da dua elədi. Lakin atam sağalmadı. Yenidən şeyxin huzuruna gəlib dedim, bibim razı oldu. Lakin atam sağalmadı. Şeyx bibimin 4 yetim qalmış övladına qarşı ehsan eləməyi tövsiyə elədikdən sonra dedi, bu işləri elədikdən sonra onlara de ki, atana dua eləsinlər. Mən də belə elədim. Sonra bibimdən soruşdum, sənin atamdan narazı olmağının səbəbi nədir? Dedi, ərim rəhmətə gedəndən sonra atam məni və 4 yetim övladımı öz evinə apardı. Bir gün sənin ananla dava elədiyimiz zaman atan gəldi, dərhal məni və balalarımı evdən çıxartdı. Orada mən həddindən artıq narahat oldum. Nəhayət, bibimin razı olması ilə atamın halı yaxşılaşdı, lakin tamamilə sağalmamışdı. Yenidən şeyxin huzuruna gedib hadisəni dedim. Bu dəfə göstəriş verdi ki, seyyidlərdən birinə ehsan eləyim. Bu işdən sonra atam tamamilə sağaldı. Sahibkarın övladlarını incitmək. Şeyxin şagirdlərindən biri deyir, şeyx buyurardı, heç bir səbəb olmadan sizə çətinlik üz verməz. Bir dəfə başım yaralandı. Dostlarımdan biri ilə şeyxin huzuruna getdim. Dostum ondan soruşdu, görün o nə eləmişdir ki, başı əzilib. Şeyx bir qədər diqqət yetirdikdən sonra buyurdu, fabrikdə bir uşağı incitmisən. Gördüm ki, düz deyir. Mən qəlib düzəldirdim və o zamanlar bu sənət çox az yayılmışdı. Qəlib düzəldənlər adətən sahibkarlarla necə istəyirlərdisə, elə də rəftar eləyirdilər. Ev sahibinin oğlu mənim işimə çox yersiz bir irad tutmuşdu və əslində bu işin ona heç bir dəxli də yox idi. Mən də onunla o qədər tünd və ciddi danışmağa başladım ki, o ağlamağa başladı. Şeyx buyurdu, əgər onu razı salmasan, sənin giriftarçılığın davam eləyəcəkdir. Mən gedib ondan üzrxahlıq istədim. Qulluqçunun incidilməsi. Şeyxin müridlərindən birinin mənzilində maliyyə idarəsindən bir neçə nəfər onun huzuruna gəlir. Onlardan biri deyir ki, bədənimdə qaşınma xəstəliyi var və sağalmaq bilmir. Şeyx bir qədər diqqət yetirib buyurur, çünki sən Ələviyyə, yəni Əli əleyhissalamın nəslindən olan xanıma əziyyət vermisən. O şəxs dedi, axı bunlar gəlib stolun arxasında oturur və özlərindən bəzi şeylər quraşdırırlar. Bir söz deyəndə də ağlamaqları tutur. Məlum oldu ki, o Ələviyyə qadın onların idarəsində işləyirmiş. Həmin şəxs də öz rəftarı ilə o qadını incitmişdi. Şeyx buyurdu, o qadını razı salmayınca sənin bu xəstəliyin sağalmayacaq. Bu hadisənin oxşarını şeyxin şagirdlərindən digər biri nəql eləyib. O belə deyir, dostlarımdan birinin evinin həyətində şeyxin huzurunda oturmuşduq. Şeyxin məclislərində iştirak eləyən dövlət məmurlarından biri də orada idi. O müəyyən xəstəlik səbəbindən ayaqlarını uzatmışdı. Şeyxə özünü tutub dedi, cənab şeyx, bir müddətdir ki, ayaq ağrısına mübtəla olmuşam.
3 il müddətində nə eləmişəmsə, müsbət nəticəsi olmayıb. Heç bir dərmanın təsiri yoxdur. Şeyx həmişəki adətinə uyğun olaraq orada olanlardan istədi ki, bir həmd duası oxusunlar və diqqət yetirib buyurdu: "Sizin ayağınızın ağrısı yazını pis yazdığına görə katibəni də anladığınız və onun üzərinə qışqırdığınız gündən başlayıb. O Ələviyyə bir qadın idi. Qəlbi sındı və ağladı. İndi gedib onu tapmalı və könlünü almalısan ki, ayağın sağalsın." O kişi dedi: "Düz buyurursuz. O qadın idarədə katibə işləyirdi. Bir dəfə mən onun üstünə qışqırdım və o da ağladı." Qoca qarının haqqını qəsb eləmək. Şeyxin şagirdlərindən biri yemək yeyəndən sonra öz mənəvi halətini itirir. Şeyxdən kömək istədikdə o buyurur: "Yediyin kababın pulunu filan tacir vermişdi ki, o pulla qoca bir qarıdan qəsb olunmuşdu." Başqalarına hörmətsizlik. Şeyxin şagirdlərindən biri deyir: "Şeyx bir neçə nəfərlə birlikdə İmamzadə Yəhya küçəsindən keçən zaman bir nəfər piyada bir velosipedçi ilə toqquşdu. Piyada əsəbləşib velosipedçiyə dedi: "Ay eşşək." Şeyx dedi: "Onun batini eşşəyə döndü." Şeyxin şagirdlərindən başqa birisi şeyxin belə buyurduğunu nəql eləyir: "Bir gün bazarın qabağından keçirdim. Gördüm ki, bir fayton hərəkət eləyir. Faytonu çəkən bir yabının cilovunu da başqa bir şəxs tutmuşdu. Gözlənilmədən bir nəfər faytonun qabağından keçdi. Faytonçu qışqırdı: 'Ay yabı!' Gördüm ki, faytonçunun mənəvi siması dərhal yabıya çevrildi və cilov 2 dənə oldu. Heyvanlara qarşı rəhimsizlik. İslamda hətta heyvanlara qarşı rəhimsizlik də məzəmmət olunmuşdur. Müsəlman bir şəxsin heyvanlara əziyyət verməyə, eləcə də onlara pis söz deməyə haqqı yoxdur. Buna görə də Peyğəmbər Əkrəm salavatullah bir hədisdə belə buyurur: "Əgər heyvanlara qarşı rəva gördüyünüz zülmlər sizin üçün bağışlansa, sizin günahlarınızdan çoxu bağışlanar." Əti halal olan heyvanların ətindən istifadə olunsun deyə başının kəsilməsi İslam nəzərindən caizdir. Lakin eyni zamanda onların zibh olunması üçün müəyyən qayda-qanunlar qoyulmuşdur ki, mümkün olan qədər heyvanlar az əziyyət çəksinlər. Heyvanın kəsilmə qaydalarından biri də budur ki, başı kəsiləcək heyvan başqa heyvanların gözü qarşısında öldürülməsin. İmam Əli əleyhissalam buyurur: "Qoyunu qoyun yanında, dəvəni dəvə yanında bir-birinə baxdığı halda zibh eləməyin." Yəni kəsməyin. Buna əsasən bir heyvanın balasının başını anasının gözü qabağında kəsmək çox şiddətlə qadağan edilmişdir. Bu da həmən işi görən adamın qəlbinin daş olmasından və son dərəcə rəhimsizliyindən xəbər verir. Bu işin mənfi təsirləri onu görənin həyatında hökmən zahir olacaqdır. Şeyxin şagirdlərindən biri belə nəql eləyir: Bir nəfər qəssab şeyxin yanına gəlib deyir: "Uşağım ölüm ayağındadır. Neyniyim?" Şeyx dedi: "Sən inəyin balasını onun anasının gözü qabağında kəsmisən." Qəssab iltimas elədi ki, bəlkə onun üçün bir iş görsün. Şeyx buyurdu: "Ola bilməz. Deyir ki, balamın başını kəsibdir, uşağı gərək ölsün."